Azərbaycan tarixinin maraqlı səhifələrindən, dövrlərindən biri də Arsak dövrü ilə bağlıdır. Arsak sözü tamamilə Azərbaycan türklərinə mənsub olan bir sözdür. Həm Azərbaycanda yerli bir ifadə olaraq bu ifadə formalaşıbdır. Azərbaycanın şimal ərazisindəki Azərbaycan dövlətinin vilayətlərindən biri Qarabağın dağlıq hissəsinin xeyli deyək ki, tərəfləri Arsak adlandırılıbdır. Bu iki ad mənbələrdə bu şəkildə formalaşır. Arsak və yaxud Artsak. Arsak sözü də türk dilində izah olunur. Arsak, yəni igid, qoçaq, saklar. Sak tayfalarda bir neçə söhbətlərimiz olur ki, Azərbaycan türk tayfalarıdır. Azərbaycan ərazisində də Sak adı ilə bağlı çoxlu yerlər var. Onlardan biri də bax bu Arsak adıdır. Yəni Sak qonşuların, müəyyən millətlərin biz Oğuzlara, biz Oğuz türklərinə, bu Oğuz türklərində indi onunla bağlı bir söhbətimiz oldu bizim. Skif deyilən bir yalanla onlar bizdən uzaqlaşdırmışdılar. Amma ötən çıxışlarımızın birində mən onu əsaslandırdım ki, mənbələrdə, Herodotdan başlamış mənbələrdə hansısa bir skif sözü yoxdur. Rus və Sovet tarixşünaslığının yanlış tərcüməsi nəticəsində bizim də tarixşünaslığa keçmiş bir ifadədir. Sak ifadəsi də həmin dediyimiz ifadələrdən biridir. Qonşular deyiblər, amma bizim türk tayfamızın üzərində dayanan biridir. Artsak isə, art sözü isə qədim türk dilində dağlıq ərazi mənasını verir və dağ sakları mənası o şəkildə ifadə olunur. Və bizim regionda həm əvvəldən bizdə olubdur bu, yəni Parfiyalılar meydana çıxana qədər də bizim ərazimizdə saklar, Ərsaklar yaşayıblar, türklər, Oğuzlar yaşayıblar. Eyni zamanda daha geniş şəkildə Parfiyalı sülaləsi, onlar da türk mənşəli türk sülalələri idi və dünya tarixşünası onları türkmənlərin babası kimi də tanıyır. Aşqabadın yaxınlığındakı Nisa şəhərindən başladılar öz hökmranlıqlarını və bizim regiona qədər gəldilər və onların həmin o parkların türk sülaləsi olan, Oğuzların bir qolu olan, Oğuzlarla bir yerdə olan bu sülalənin hakimiyyəti olan, bu nəslin hakimiyyəti olan sülaləsi Arsaklılar sülaləsi adlanır. Türkiyədə yüzlərdir ki, Arsaklılar sülaləsi ifadəsi işlənir. Bizdə yeni ortaya gəlir. Yəni Arsak, Arsaklı ifadəsinin bir tərəfi də Parfiyalılar gəldi. Onların hakim sülaləsi də Arsaklı idi. Eyni zamanda Azərbaycanın cənubunda və şimalında həmin Arsaklılar sülaləsinin iki qolu hakimiyyətdə oldu müəyyən bir dövr ərzində. Ona görə tamamilə Arsak, Arsaklı sözü Azərbaycan türk sözüdür. Heç kəs onu başqa bir yerə yozmasın.